Salam Aydan xanım, xoş gəlmisiniz. Sağ olun. Əvvəlcə özünüz haqqınızda məlumat vermək istəyərdim. Mən Verdiyev Aydan, 19 yaşım var. Azərbaycan Tibb Universitetində İctimai Səhiyyə Fakültəsinin eyni adlı ixtisasında 3-cü kursum. 3-cü kurs tələbəsiniz. Bəli. Əla. İxtisasınız haqqında nə deyə bilərsiniz? İxtisasınızı fərqli eləyən nədir? Daha doğrusu nəyə görə bu ixtisası seçdiniz? Ümumiyyətlə ixtisasdan mənim COVID vaxtı xəbərim olmuşdu. Amma əlbəttə ki, daha dərin məlumatım 11-ci sinifdən 1-ci kursa keçən ərəfədə oldu. Hansı ki, artıq ballar açıqlanmışdı və ixtisasları araşdırmağa başlamışdım. Bizdə ümumiyyətlə universitetdə belə deyilir ki, COVID vaxtı, ümumiyyətlə istənilən epidemiya vaxtı icebergin görünən tərəfi müalicə işi həkimləri idisə, görünməyən tərəfi ictimai səhiyyə mütəxəssisləridir. Həmçinin mənim diqqətimi daha çox çəkən o olmuşdu ki, həm tibb sahəsindədir, həm də idarəçiliklə bağlıdır. Yəni tək bir sahəyə fokuslanmayıb, imkanları genişdir. Məsələn, pandemiya vaxtı sizin ixtisasın həkimləri nə işlərlə məşğul olurlar? Ümumiyyətlə ixtisasın mahiyyəti epidemiyaların, infeksion xəstəliklərin qarşısının alınmasıdır. Bununla məşğul olurdu. Hansı ki, müalicə həkimləri artıq xəstələri sağaltmağa çalışırdı, amma ictimai səhiyyə mütəxəssisləri xəstəliyi dayandırmağa çalışırdı. Yayılmasının qarşısı alınmağa çalışırdı. Bəs tam olaraq belə deyə bilmərik də, ictimai səhiyyə həkimliyi infeksiyonlu xəstəliklərlə işləyən həkimlərdir deyə bilmərik, düzdür? Onlar bu daha ümumi bir sahədir. Yoxsa elə bu bir növ infeksiyonlu xəstəliklə bağlı olan həkimlik sahəsidir. Bu sahə ilə bağlıdır, amma tək infeksionist həkim məşğuldur demək olmaz. Çünki burada həm səhiyyə idarəçiliyi var, səhiyyə menecmenti ixtisası var, laboratoriya işi ixtisası var, Fakültə üzrə bunlar ayrı-ayrı Bəli. ixtisaslar. O ixtisasın hər birində təxminən neçə tələbə oxuyur? Bu ixtisasda məsələn biz qəbul olduğumuz il 60 nəfər plan yeri var idi. Hal-hazırda 50 nəfər olmalıdır. Təkcə ictimai səhiyyədə, yoxsa digərlərini nəzərdə tutursunuz? İctimai səhiyyə ixtisasında. İxtisasında. Bundan əlavə amma sizin fakültə ayrıca ictimai səhiyyə fakültəsi gedir. Bəli. Buna tibb bacısı qardaşı ixtisası daxildir, fizioterapiya və ictimai səhiyyə ixtisası daxildir. Aynen. Bəs menecment və sair dediyiniz o ictimai səhiyyə ixtisasının içində olanlardır. Bəli, hansı ki magistr və ya rezidentura səviyyəsində artıq seçilir. Aydın, qəşəng. Biz adətən tələbələrdən onların universitet həyatı haqqında, ixtisasları haqqında danışırıq. Amma sizlə istəyərdim ki, əvvəlcə abituriyentlik haqqında da danışaq. Çünki sizin ixtisas elə bir ixtisasdır ki, burada abituriyent olaraq da uğurlu olmalısan ki, bu ixtisasa qəbul ola biləsən. Abituriyentlik dövründən bizlə hansı təcrübələrinizi bölüşə bilərsiniz? Abituriyentlik dövründə məndə daha çox sıxlıq 11-ci sinifdə olmuşdu. Hansı ki, düşünürdüm 10-cu sinifdə mənim hələ ki vaxtım var və bazam da var deyə düşünürdüm ki, nisbətən rahat olar. Amma ki, artıq 11-ci sinifdə vaxt sıxlığı olanda insan biraz stresə düşürdü və düşünürdü ki, heç nə bilmirəm. Buna görə də məncə mənim elədiyim səhv o idi ki, sırf akademik yönümlü fokuslanmışdım və sosial həyatıma çox da fikir vermirdim. Məsələn, dostlarımla görüş olanda mən heç vaxt getmirdim. Yəni 2 ayda bir dəfə çölə çıxardım ya yox. Bu da düşünürəm ki, böyük səhvdir. Çünki sırf bir sahəyə fokuslananda, o sahədə xırda bir səhv olanda insan motivasiyadan tez düşürdü. Və məsələn mən adi sınava gedəndə 25 sualdan tutaq ki 23 sual yazırdım. 23 suala düz olmasına sevinmək yerinə sırf 2 sual səhvdir deyə onun stresinə düşürdüm. Halbuki əgər 23 sual düzdür deyə mən motivasiya olsaydım ki, o 2 sualda düzəldim, daha yaxşı nəticə əldə etmək olardı. Və düşünürsünüz ki, bu sizin psixoloji vəziyyətinizlə əlaqəlidir. Bəli. Amma siz sosiallaşsaydınız, dostlarınızla daha çox vaxt keçirsəydiniz, daha motivasiyalı olardı. Aydındır. Bəs başqa istifadə etdiyiniz hər hansı metodlar var idi ki, siz daha yüksək bal toplayasınız, bilmədiyiniz mövzuları müəyyən edəsiniz? Bununla bağlı hər hansı metodlarınız var Mən idi? ümumiyyətlə düşünürəm ki, abituriyent vaxtı nə oxuduğumuz əlbəttə vacibdir. Amma səhvlərə baxmaq daha vacibdir. Məsələn, mən riyaziyyatda yadımdadır ki, hansı bilmədiyim suallar olurdu və ya səhv çıxan suallar olurdu. Onları müəllimə sual verirdim. Daha sonra evə gələndə kiçik post-itlərdə mən yazırdım sualların, hansı ki səhv sualların nömrələrin. Daha sonra onları şkafdan yapışdırırdım və dərslərimi bitirəndən sonra, hansı ki boş vaxtım qalırdı gecə, yatmazdan qabaq həmin sualları bir dəfə müəllimin izahına baxırdım, yazdığına. Sonra həmin sualın ya analoqun, ya da yoxdursa özünü həllinə baxmadan bir daha təzədən həll etməyə çalışırdım. Analoqu, yəni ki, oxşarı. Oxşarı. Növbəti sualımız, imtahanda neçə bal topladınız və
ümumiyyətlə necə oldu ki, siz bu ixtisasa yazmağa qərar verdiniz? Mən imtahanda 532 bal toplamışdım. Bizim vaxtımızda 528 idi keçid. Elə mənim qrup yoldaşlarım da bizdə 10-11 nəfər olur qrupda. Hamımızın da balı 0 nöqtə neçə ilənsə fərqlənir. Amma digər qruplarda da belədir. Məsələn, mən 532 nöqtə neçəsə yığmışdım, yadımda deyil. Mənim qrup yoldaşım da ya 531 nöqtə neçəsə yığıb, ya da 532.8 məsələn belə. Təxminən 5 və ya 2 bal falan ətrafında fərq var. Bizi ballara görə qruplaşdırmışdılar. Ona görə hər qrupda hamı demək olar ki, eyni baldaydı. Məsələn, 540 neçə olan da var idi, 560 neçə olan da var idi, 529 neçə olan da var idi, belə. Və necə oldu bu ixtisasa yazmağa qərar verdiniz? Yəni Bəyə- ballar açıqlandı sonra. Bəli. Bayaq dediyim kimi daha çox ballar açıqlanandan sonra maraqlanmışdım bu ixtisasla. Və ixtisaslar arasında yəni təxmini bilirdim tibb sahəsində olmaq istəyirəm. Müalicə işindən elə oldu ki, bəxtim gətirmədi. Daha sonra stomluqla çox da istəmirdim, xoşum gəlmirdi daha doğrusu o mühitdən. Sonra ictimai səhiyyə ixtisasından görmüşdüm. Gördüm ki, bayaq dediyim kimi tibb sahəsindədir və bu da həkimdir. Amma müalicədənsə profilaktika ilə daha çox maraqlanır. Bu diqqətimi cəlb eləmişdi. Buna görə kodlaşdırmışdım. Bəs bu ixtisası bitirənlər gələcəkdə hansısa bir başqa proseslərdən keçib həkim ola bilərlər, yoxsa bu tamamilə fərqlidir? Bəli, baza tibb təhsili sayıldığı üçün rezidenturada iştirak edə bilirik. Həm rezidentura, həm magistrda iştirak eləmək olur. Rezidenturanı seçsək, burada infeksionist həkim, laboratoriya işi, bir də mikrobioloq var, tibbi mikrobioloq. Bu sahədə həkim kimi fəaliyyət göstərmək olur. Hələ, yəni orada infeksiya sahəsini seçdikdən sonra, daha sonra hətta bir xəstəxananın Bəli, infeksiya şöbəsində də işləmək mümkün. Tam olaraq deməli həkim kimi işləyə infeksionist bilirsiniz. həkim. İnfeksionist. Bu arada mənim atam da infeksionist həkimdir. Onu da deyim. Bilmirəm o vaxt olan dövründə ictimai səhiyyə vardı, yoxsa o müalicə işi ilə qəbul olub, onu dəqiq bilmirəm. Amma o da bu sahədə çalışır.